2009-cu ilin soyuq yanvar ayında minlərlə insan Kapitoliya qarşısında toplaşanda ABŞ iqtisadiyyatı sürətlə tənəzzülə uğrayır, bir ay içərisində 600 min iş yeri itirirdi. Çoxları cəsurcasına soyuğa dözərək tarixə şahidlik edirdi. Bugün mən sizə deyirəm ki, bizim üzləşdiyimiz sınaqlar realdır. Onlar ciddi həm də çoxdurlar. Bu sınaqlar öz həllini asanlıqla və ya qısa vaxt ərzində tapmayacaq. Ancaq bunu bil, Amerika, problemlərin öhdəsindən gələcəyik. O zaman Barack Obama ABŞ-ın 44-cü prezidenti seçilmişdi. Böyük tənəzzül isə artıq milyonlarla iş yerinin ixtisarına səbəb olmuşdu. Bir il ərzində rəqəmlər arta bilərdi. Avtomobil sənayesi zəifləyir, banklar borc verməyə meyil göstərmir və rekord sayda Amerikalı evlərini itirirdi. Vəziyyəti pisləşdirən isə ABŞ iqtisadiyyatının əsası olan istehlakçıların pul xərcləməyə meyilsiz olması idi. Ancaq iqtisadçı Alice Rivlin deyir ki, Obama administrasiyasının atdığı aqressiv addımlar nəticəsində bir il sonra iqtisadiyyatın yarası sağalmağa doğru gedir. O, fövqəladə çətin vəziyyətdən çıxdı və fikrimcə o, bu kontekstdə çox yaxşı addım atdı. İqtisadi məhvdən qurtulmaq üçün administrasiya böyük uğursuzluqlar yaşayan bankların xilası məqsədi ilə mübahisəli plan irəli sürdü. Milli Bank kredit götürməni təşviq etmək üçün kredit faizlərini azaltdı. Sonra isə respublikaçıların etirazına baxmayaraq, Konqres 800 milyard dollarlıq stimullaşdırma proqramını qəbul etdi. Bu proqram maliyyə sistemini sabitləşdirməyi və iş yerlərinin bərpasını nəzərdə tuturdu. İlin sonuna yaxın Wall Street həqiqətən də artan inamını nümayiş etdirir. Bəs görəsən nəyin hesabına? Prezident səlahiyyətə başladığı bir il ərzində işsizliyin göstəricisi 10%-ə çatıb və ölkənin defisiti rekord səviyyəyə 1,4 trilyon dollara qalxıb. Fikrimcə, burada israfçılıq çox olub. Brookings İnstitutundan mühafizəkar analitik Ron Haskins prezidentin xərcləmə siyasətini qeyri-kafi sayır. Ancaq o deyir ki, bu daha ağır fəlakətlə nəticələnə bilərdi. Hökumətin iqtisadiyyata bu qədər bağlanması təhlükəli presedentdir. Bu məni narahat edir. Ancaq maliyyə sistemi dağılmadı. Haskinsin sözlərinə görə ölkədəki işsizlik səviyyəsi sübut edir ki, hökumət hər şeyi düzəldə bilməz. Hətta əgər 2010-cu ildə ABŞ iqtisadiyyatı güclənsə və bir çox Amerikalı iş yerinə bərpa olunsa da, Prezident Obamanın həm tərəfdarları, həm də tənqidçiləri deyir ki, iqtisadiyyatın inkişafı üçün dövlət ciddi çətinliklərlə üzləşir. Belə ki, ölkənin artan defisiti və milli borcu 12 trilyon dollara adlayıb. Bu, 12 rəqəminin arxasında 12-0 deməkdir. Başqa sözlə, ABŞ-da yaşayan hər bir kişi, qadın və uşağa təqribən 40 min dollar borc. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.